Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə də uşaq onkoloji klinikasında müalicə alan uşaqlara baş çəkib. Şeyx 1 iyun uşaqların hüquqlarının müdafiəsi günü münasibəti ilə onlarla görüşə əliboş gəlməyib. Ən əsası isə şeyx uşaqlara öz dualarını çatdırıb. Uşaq onkoloji klinikasına gələn bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə burada müalicə alan 60-a yaxın uşağı elə palatalarda baş çəkdi. Palataları bir-bir gəzən bütün Qafqazın şeyxi uşaqların səhhəti ilə maraqlandı. Tanıyorsan beni? Yok. Hacı Allahşükür Paşazadə balacaların yanına əli boş gəlməmişdi. Çoktandır. Uşaqların günündə onları sevindirən bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə onkoloji mərkəzə gələrək onlara müxtəlif hədiyyələr verdi. Hədiyyələr arasında Anuspress Nəşriyyat Evinin Bala Dili jurnalı da var idi. Qızlara və oğlanlara məxsusi oyuncaqlar alan bütün Qafqazın şeyxi klinikanı unutmamışdı. O uşaqların müalicəsində istifadə edilən Alman istehsalı olan tibbi avadanlıqları klinikaya hədiyyə etdi. Bütün Qafqazın şeyxi klinikada yaradılmış şəraitdən danışarkən son illər ümumiyyətlə xəstəxanaların yüksək standartlara cavab verdiyini dedi və vətəndaşlarımızın Azərbaycan xəstəxanalarına üst tutmağa, özlərini və yaxınlarını öz müalicə müəssisələrimizə etibar etməyə çağırdı. Ben xaricdə də olmuşam, bəzi balnisyalarda, xəstəxanalarda olmuşam, görmüşəm, amma buradaki şərait çox gözəl bir şəraiti vardır. Bu şəraiti yaradan da əlbəttə bu dövlət başçımızın sayəsində, dövlət başçısının bizə mərhəməti ilə, o cümlədən Allahın köməyi ilə, həm də Cəmil müəllimin böyük bir zəhməti vardır. Bütün Qafqazın şeyxi dedi ki, əslində bura həm də bir başqa məqsədlə gəlib, imkanlı şəxslərə mesaj göndərmək üçün. Uşaqlar bizim gələcəyimizdir, bizim hayatımızdır, bizim davamçılarımızdır. Ben davet ederdim onları ki onlar bazı müesseseler imkanı olanda onlar az da olsa utanmadan neyse getirip bir köməklik gösterseler birlikte cemiyette bu hastalıkları biz inşallah aradan kaldırabiliriz. Milli Onkologiya Mərkəzinin direktoru Cəmil Əliyev bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadəyə Qafqaz Müsəlmanları İdarəsinin xüsusi fondu hesabına klinikaya hədiyyə edilmiş vacib tibbi avadanlıqlara görə təşəkkürünü bildirdi. Sağ olsun, öz minnətlərimizi istəyirik bildirək, bütün onkoloqlar adından, uşaqların adından, bizim hörmətli əzimizə şeyxə ki, çox sağ olsun, gəlib böyümüzə, uşaqlara baş çəkib və gözəl hədiyyələr, əsas da hədiyyədən də başqa, əsas tibbi avadanın hansı ki, biz böyük ehtiyacımız var idi. Şeyx onları bizim üçün təşkil edib, o bizə böyük bir dayaqdır və böyük bir köməklidir. Milli Onkologiya Mərkəzində böyüklərin də müalicə aldığını nəzərə alan bütün Qafqazın şeyxi, onlar üçün hər biri 3 cilddən ibarət 300 ədəd kiçik Quran kitabları hədiyyə etdi.